Bununla bir neçə dəfə də Oğuza səfər edirəm. Oğuzda olan təmizlik. Həqiqətən, əziz Oğuzlular, sizə minnətdaram. Bu gözəllikdə. Mən ətrafa baxıram, demək olar ki, zibil yoxdur. Çox səliqəlidir. Qəbələnin girişi olsun, İsmailin girişi olsun və digər rayonların girişi olsun, pis gündə olur. Yol kənarları konkret vəziyyət pisdir. Yəni, iyrənc olur. Bu rayona mən aşiqəm. Hər bir yeri belə təmizdir, səliqəlidir. İndi şəhərin içindən də bəzi videolar çəkəcəm. Əlavə edəcəm videonun tamamına. Mənzərəsi də gözəldir, idealdır. Oğuzlar özləri də gözəl insanlardır. Həqiqətən, buranın icra hakimiyyətidir, bələdiyyələridir. Bunlara həqiqətən eşq olsun. Çox səliqəli, çox gözəl rayon saxlamışsınız. İdealdır. Həqiqətən təmizdir, təmizliyə söz ola bilməz. Oğuzda yəni bu qədər gözəl şəhər saxlamağına, amma həqiqətən, yəni ancaq əl çalmaq olar, başqa cür heç nə. Hər şey gözəldir. Düzdür, bizdə kimi hər yeri standart eləyib qoymayıblar. Yəni hər cür fərqlilik var, amma təmizdir. Rayonun gözəlliyi onun təmizliyindədir və burada təmiz rayondur. Yoxsa bizdə Qəbələdə hamı standart bu formada tikməlisən, bu formada olmalı deyə el aləmi qatıblar. Qəbələdə məsələn mən belə bir şəkil görməmişəm heç yerdə. Bax, görürsün nə gözəl görünür. Tərtəmizdir, bir dənə çirklilik yoxdur. İnsanları səliqəsi, təmiz, yerə zibil atan yoxdur, qardaş. Bizdə isə vəziyyət necədir? Bizdə biabırçılıqdır, qardaş, hər yer. O boyda turizm rayonu, gör nə gündə, bura bax, nə gözəl. Yolda iş gedir, işi belə səliqəli eləyiblər, tərtəmiz, qırağa daş dağılmayıb, toz dağılmayıb. Bax, qardaşlar.